əldə olunan bəzi rəvayətlərə görə gündəlik namazların sayı 51 rəkət idi, yəni Həzrəti Musa əleyhissalamın dövründə. Amma sonraki mərhələlərdə bu başqa bir formada, başqa bir sayda vacib edildi. Yəni sözümün canı ondan ibarətdir ki, biz bilirik ki, bəzi ayinlərdə, dini ayinlərimizdə forma dəyişə bilər. Amma məzmun məlumdur. Məzmun Allahı tək bilmək, ona ibadət etmək, onun əmrlərini icra etməkdən ibarətdir. Həcc ayini də Adəm əleyhissalama vacib buyurulub, Adəm əleyhissalam təvaf edib, orada ibadət edib və s. Amma sonraki bir çox ayinləri biz görürük ki, Həzrət İbrahim əleyhissalamın adına bağlıdır. Doğrudur, əldə olunan rəvayətlər Adəmdən sonra Həzrəti Şis və ya Şeys tərəfindən də icra olunduğu, ondan sonraki mərhələlərdə Həzrəti Nuh əleyhissalam tərəfindən o ayinlər icra edildiyi haqqında hədis mənbələrində rəvayətlər öz əksini tapmışdır. Amma biz bilirik ki, bir çox həccin ayinləri elə məhz Həzrət İbrahim əleyhissalamın adına bağlıdır. Ayə nə buyurur? Ayə buyurur ki, ey Peyğəmbər, yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə dedik: mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rükû və səcdə edənlər üçün təmizlə. İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və uzaq yoldan hər cür arıq dəvələr üstündə gəlsinlər. Əgər diqqət etdinizsə, bu ayə o cümlədən Ali İmran surəsində keçən bəzi ayələrdə həcc ayini İbrahim əleyhissalamın adına bağlanır. Doğrudur, bəzi tədqiqatçılar belə güman ediblər ki, elə həcc ayini Həzrət İbrahim əleyhissalamla başlayır. Amma biz indicə diqqət elədiyimiz bu ayəyə baxsaq, görərik ki, Allah ayədə bəvvə'na ifadəsindən, sözündən istifadə edir. Bu da hansısa bir məkanın bəlli edilməsi mənasını bildirir. Belə çıxır ki, Kəbə evi əvvəlcədən var idi, itib batmışdı. Onun yeri Allah tərəfindən Həzrət İbrahimə bildirilir və İbrahim oğlu İsmail ilə birlikdə Kəbə evini təmir edir, onun binasını ucaldır və orada ibadətlə məşğul olur. Deməli, həccin tarixi mənşəyinə baxdıqda bir daha görürük ki, bu ayin başlayıb Həzrət Adəmlə müxtəlif formalarda bu ayin insanlar, Peyğəmbər tərəfindən icra edilib, lakin onun təkmilləşdirilməsi itib batmış Kəbə evinin yenidən ucaldılması məxsusdur Həzrət İbrahim və oğlu İsmail əleyhissalama.